Salam əziz uşaqlar, bugünkü mövzumuz antonimlər və sinonimlər mövzusudur. Əziz şagirdlər, ötən mövzularımızda da biz hekayələrdə, mətnlərdə, istəyir drama əsərlərində müxtəlif obrazların xarakterini verərkən orada müəyyən sinonimlərdən, antonimlərdən istifadə olunduğunu gördük. Gəlin baxaq, fərqləndirilmiş sözü sinonim ilə əvəz edək. Bəs sinonimlər cümlələrdə nə üçün işlənir, nələrin qarşısını alır? İndi tapşırıqlarımız zamanı biz onları daha aydın şəkildə görəcəyik. Deməli, fərqləndirilmiş sözü sinonim ilə əvəz etsək, biz Hacıqara obrazı xəsisliyin simvoluna çevrilmişdir. Gəlin baxaq, simvol sözünün ikinci mənası rəmz deməkdir. Deməli, simvol sözünün sinonimi rəmz sözüdür. Hacıqara obrazı xəsisliyin rəmzinə çevrilmişdir də deyə bilirik. Əziz şagirdlər, bax, buradakı tapşırıqdan gəlin sinonimlər və antonimlər haqqında məlumatları dinləyərək onlarla bağlı daha ətraflı məlumat öyrənək. Sinonimlərə biz diqqət etsək, görərik ki, sinonimlər fikri dəqiq ifadə etməyə, nitqdə lazımsız təkrarların qarşısını almağa xidmət edir. Məsələn, Vaqif kitabı vərəqləyib düşünürdü. Şəkildə də biz onu görə bilirik. O, məsələnin həlli yolları haqqında fikirləşirdi. Deməli, biz hər ikisində də onu fikirləşmək sözü ilə desək, burada nitqimiz biraz solğun, daha sonra zəif olar. Amma biz onun sinonimini başqası ilə əvəz etsək, deməli, bizim fikrimiz daha təsirli, daha uyğun və daha düzgün olar. Əziz şagirdlər, sinonimlər eyni leksik mənaya malik olur. Yəni, eyni mənanı kəsb edir, lakin müxtəlif sözlərlə biz onu deyirik. Məsələn, gözəl, qəşəng, yaraşıqlı. Burada leksik mənaca eynidir, lakin müxtəlif sözlərlə ifadə olunursa, deməli, bunlar sinonimlər adlanır. Sinonimlər, məsələn, şəkildə görürük ki, burada bir eynək var. Ona biz gözlük də deyirik, çeşmək də deyirik. Amma bəzən şagirdlər buna açqı da deyir. Xeyr, açqı bunun rus dilində tərcüməsidir. Amma bu sözlərdən istifadə etsək, bu onun sinonimi sayılır. Və yaxud da biz digər şəkilə diqqət edək, göy, səma, asiman. Biz şeirlərdə də, bədii əsərlərdə də səmanın həm göy, həm asiman kimi deyildiyinin şahidi oluruq. Daha sonra burada görürsünüz şəkildə hirsli, əsəbi, qəzəbli, bax bu kimi sözlər də leksik mənaca eyni mənanı kəsb edir. Sadəcə biz onları müxtəlif sözlərdən istifadə edərək daha təsirli edirik. Qaçmaq, yüyürmək. Buradan da aydın olunur ki, sinonimlər daha çox isimlərdə, sifətlərdə və feillərdə özünü göstərir. Əziz şagirdlər, bəs antonimlər? Antonimlər isə antonimlərdən müəyyən bir fikri daha qabarıq, təsirli çatdırmaq üçün istifadə olunur. Məsələn, düşmən birdirsə çoxdur, dost mindirsə azdır. Deməli, antonimlər biri-birinə əks olan fikirləri, sözləri ifadə edir. Biz baxırıq burada düşmən, dost, çox, az, aşağı siniflərdən də bununla məlumatlısınız. Diqqət etsək görərik ki, antonimlərin də burada şəkillərdə, məsələn, gündüz, gecə, bağlı, açıq və yaxud qapalı, açıq. Burada isə biz pişiklərə diqqət eləyək, stolun altında, stolun üstündə. Deməli, üst, alt antonim sözlərdir və sağ, sol. Bax, burada da müxtəlif nitq hissəsinə aid biz antonimlər gördük. Antonimlər bütün nitq hissələrində olur. Amma sinonimlər daha çox isimdə, sifətdə və feildə özünü təzahür edir. Əziz şagirdlər, diqqət edək sinonimlərdən istifadə edərək cümlələrdəki təkrarı aradan qaldıran tapşırığımıza. Gəlin baxaq. Burada diqqət etsək, müəllim yeni mövzunu izah etdi. İndi izah etdi sözünü biz başqa, fərqli şəkildə də deyə bilərik, şərh etdi də deyə bilirik. Və yaxud da sinonimlərin cümlədə rolunu şagirdlərə izah etdi.
İndi gəlin biz onu digər sözlərlə deyək. Anlatdı da deyə bilərik, şərh etdi də deyə bilərik. Və yaxud da konsertə çox adam gəlmişdi. Biz onu xeyli, çox sözünü xeyli ilə də əvəz edə bilərik. Məsələn, xeyli adam gəlmişdi. Və yaxud da xeyli tamaşaçı ayaq üstə qalmışdı, çox tamaşaçı ayaq üstə qalmışdı. Deməli, burada biz birini digəri ilə əvəz edə biliriksə, deməli, həmin söz onun sinonimi adlanır. Və yadda saxlayın ki, həm antonimlər, həm də sinonimlər eyni nitq hissəsi olmalıdır. Fərqli nitq hissəsi olarsa, o zaman biz onu antonim, sinonim adlandıra bilmərik. Məzmununda ola bilər oxşarlıq, amma eyni nitq hissəsi olmasa, biz onu nə sinonim, nə də antonim deyə bilmərik. Mütləqdir ki, eyni nitq hissəsi olsun. Növbətiyə baxırıq. Kitabxanaçı hirslənmişdi. Oxucuların kitablarla kobud rəftarı onu hirsləndirmişdi. İndi biz hər ikisində də hirslənmişdi sözündən istifadə etsək, təkrarçılıq olar. Gəlin onun birini belə deyək. Oxucuların kitablarla kobud rəftarı onu əsəbləşdirmişdi. Deməli, biz sinonimlərlə təkrarların qarşısını alırıq. Nitqdəki təkrarların qarşısını almaq üçün sinonimlər ən gözəl vasitədir. Əziz uşaqlar, nöqtələrin yerinə uyğun antonim sözlər əlavə edərək gəlin cümlələri tamamlayaq. Gecə, gündüz, dost, düşmən, əvvəl, sonra, igid, qorxaq. Gəlin tapşırığa diqqət edək. Deməli, qorxaq gündə 100 yol ölər, igid ömründə bir yol. Əvvəl düşün, sonra danış. Dost başa baxar, düşmən ayağa. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Atalar sözlərimizdə də biz bu antonimləri seçə bildik. Növbətidə isə əziz şagirdlər, yadda saxla rubrikasıdır. Elə sinonimlər var ki, cümlədə biri-birini əvəz edə bilmir. Deməli, sinonimlər mütləq və nisbi olmaq xüsusiyyətinə də malikdir. Bəs bu sinonimlər necədir? Gəlin baxaq. Kəndimizin gözəl mənzərəsi var. Və yaxud da gözəl göyçək sözləri sinonim olsa da, bu cümlədə gözəl sözünü göyçək sözü ilə əvəz etmək olmaz. Məsələn, kəndimizin göyçək mənzərəsi var deyə bilərikmi? Xeyr. Amma bunu bir qız haqqında deyə bilərik. O qız gözəl, göyçək bir qızdır. Amma bunu kəndimiz haqqında demək uyğun gəlmir. Deməli, bu baxımdan da sinonimlərdə, bu məqamlarda diqqətli olmaq lazımdır. Növbəti sözümüz isə hündür, yüksək, uca sözüdür. Məsələn, biz kənardan görürük kəndi və dağı. Gəlin baxaq, hündür dağ, yüksək dağ, uca dağ, bunu rahatlıqla deyib də birini digəri ilə əvəz edə bilərik. Lakin, əziz uşaqlar, yüksək vəzifə, amma hündür vəzifə deyə bilmərik. Deməli, bax, bu cür sinonimlərdə diqqətli olmaq lazımdır və mütləq və nisbi sinonimləri anlayışını yuxarı siniflərə gəldikdə daha dərindən öyrənəcəksiniz. Onunla da bağlı növbəti tapşırıqlarda məlumatımız olacaq. Diqqət edək, ürək sözünü hansı cümlədə könül sözü ilə əvəz etmək olar? Bax, burada da biz, əziz şagirdlər, təqdim edə bilərik. Məsələn, o ürək xəstəliyindən əziyyət çəkir. Amma necə deyək ki, o könül xəstəliyindən əziyyət çəkir. Bunu deyə bilmirik. Kobud sözlər söyləyib ürək qırma, könül qırma deyə bilirik. Amma o ürək xəstəliyindən əziyyət çəkir deyib də könül xəstəliyindən əziyyət çəkir desək doğru olmaz. Bax, bu məqamlara diqqət yetirin. Burada isə əziz şagirdlər, bizim yadda saxlamalı bir məqamımız da var. Şəkilçilərin köməyi ilə eyni kökdən əmələ gələn əks mənalı sözlər antonim hesab edilmir. Məsələn, insaflı, insafsız sözləri antonim deyil. Niyə? Bax, biz baxırıq sözün kökünə, hər ikisində də insafdır. Deməli, burada sadəcə şəkilçi antonimdir. Bu cür sözlərə biz antonim sözlər demirik. Diqqətli olun, antonim söz cütlərini bax, o tapşırığa əsasən burada seçib də onu daha da möhkəmləndirək. Baxırıq, duzlu, duzsuz. Deməli, biz buna antonim deyə bilmərik. Duzlu, şit. Bəli, bax, buna antonim deyərik. Getmək,
gəlmək, bəli olar. Amma getmək, getməmək burada sadəcə inkar çəkiltisinin köməkliyi ilə yaranıb. Əgər söz kökü eynidirsə, biz onu antonim götürə bilmərik. Cəsarətli, cəsarətsiz. Bunu da götürə bilmərik. Çünki eyni köklüdür və şəkilçinin köməyi ilə yarandı. Bu cür sözlər leksik antonim sayılır. Cəsarətli, qorxaq, bəli, biz buna antonim deyə bilirik. Bu tapşırığımızda isə sinonim və antonimlərdən istifadə etməklə sözlərin leksik mənasını izah edin. Çox maraqlıdır. Əli açıq, səxavətli, cömərd, xəsis olmayan anlamına gəlir. Gəlin baxaq bəs gözəl, gödək, zərif sözlərinə. Deməli, gözəl, göyçək, qəşəng, çirkin olmayan mənasını verir. Gödək, qısa, uzun olmayan, bəs zərif bu sözün də üzərində siz düşünün və onun sinonimini müəyyən edin. Bununla da mövzumuz sona çatdı. Sağ olun, növbəti dərsdə görüşənə qədər.